Dostlar salam. Bu videoda sizə Honor 400 Lite smartfonu haqqında məlumat verəcəm. Honor 400 seriyasından ölkəmizə yalnız bu modeli satışa gəlib. Qutu içəriyinə baxaq. Smartfonun altındakı qutuda şəffaf arxalıq, onun da altında Type-C USB naqil və 35.2 W'lıq adaptor başlığı qutu içəriyindən çıxır. Smartfona yaxından baxaq. Honor 400 Lite'ın önündə tək kamera, qulaq spikeri və flash işıq, üstündə kamera mikrofonu, sağında səs, güc və yeni kamera düyməsi, altında spiker, Type-C giriş, mikrofon və sim yuvası, solunda heç nə yoxdur, arxasında 2 kamera və tək flash işıq yerləşdirilib. Korpusu və çərçivəsi plastik materialdandır. 3 rəngdə satışa buraxılıb. Ekran 6.7 inç Full HD Plus 120 Hz'lik AMOLED paneldən ibarətdir. Ekran parlaqlığı yüksəkdir. Smartfonun ölçülərini və çəkisini qeyd etmişəm. Honor 400 Lite'ın sistemi Android 15, arayüzü Magic OS 9.0'dır. Ümumi parametrlər burada qeyd olunub. Honor'un Lite modellərində Mediatek prosesordan istifadə olunur. 5G dəstəyi var. NFC və simsiz ekran özəlliyinin olduğunu görürük. Ekran herzini 120'yə buradan qaldırırsınız. Smartfonda üz və barmaq izi kilidi mövcuddur. Barmaq izi ekran altındadır. Honorlarda yuxarıda spidometr işarəsi gəlir. Honorlarda yuxarıda spidometr işarəsi gəlirsə, onu buradan deaktiv edirsiniz. Bu, smartfonun tam performansda işlədiyinə işarədir. Batareya daha tez bitir. Qısa yollar və jestlər bölməsi digər Honorlarda kimi eynidir. Barmaq oynağı ilə istədiyiniz yeri kəsib, şəkil kimi paylaşım edə bilirsiniz. Hər bir özəllik izahlı şəkildə qeyd olunub. Sönümlü ekranı oyatmaq üçün ekrana 2 dəfə toxunurduq. İndi isə eyni qaydada söndürə də bilirsiniz. Bu əvvəlki modellərində yox idi. Sistem naviqasiyasını buradan dəyişirsiniz. 3 düymə daha məsləhətdir. WhatsApp-da səs göndərərkən problem yaşamırsınız. Naviqasiya lövhəsi aktiv olduqda bir dairə ortaya çıxır və bunun sayəsində də telefonu idarə etmək mümkündür. Ekran eyni anda 10 barmaq toxunuşunu dəstəklədi. Sensorlardan kompas var. Yaxınlaşma sensoru jest ilə işləyir. Jiroskop isə yoxdur. Antutu benchmark nəticəsi normaldır. Oyun bölməsində performansına baxacağıq. Kamera bölməsində bu düyməyə basdıqda şəkil və ya video çəkməyə başlayır. Üzərində barmaq sürüşdürdükdə kamera yaxınlaşır və uzaqlaşır. Eyni yeni çıxan iPhone'lar kimi. Video Full HD 30 FPS çəkilişi dəstəkləyir. Ön kamerada yaxınlaşma və uzaqlaşma yoxdur. Əvvəlcə batareya bölməsinə girib, batareyanın faiz göstərməsini aktiv edirəm. On dəqiqəni qoşub PUBG-yə daxil oldum. Batareya 47%'dir. Honor 400 Lite gücünü 8 nömrəli 6 nanometrli Mediatek Dimensity 7025 Ultra chipsetindən alır. Videoqrafik yaddaş IMG BXM 8256'dır. Jiroskopu aktiv etmişəm və işləyir. Böyük ehtimalla işləmə səbəbi kompasdır. Lakin dəqiq işləmədiyi üçün deaktiv edəcəm. RAM 812, daxili yaddaş 256 GB ilə istehsal olunur. Batareya həcmi
5230 mAh-dir. 35 Watt sürətli şarjı dəstəkləyir. PUBG oyunu aşağı qrafikdə 45, HD qrafikdə isə 30 FPS-i dəstəkləyir. Oyun təcrübəmi izləyə bilərsiniz. Oyun bir dəfə durduq yerdə çıxış etdi. Nə baş verdiyini anlamadım. Böyük ehtimal sistem arxa fonda güncəlləmə işi görür. Oyun qaldığı yerdən davam etdi. On dəqiqə tamamdır və cəmi 3% batareya sərf etdi. Yaxşı nəticədir. Honor 400 Lite'ın əsas kamerası 108, geniş 5 və ön 16 megapikseldir. Çəkilən nümunə şəkil və videolara baxa bilərsiniz. Arxa və ön kamera Full HD 30 FPS video çəkilişi dəstəkləyir. OIS və EIS olmadığı üçün çəkilişdə əsmələr olur. Honor 400 modelində video çəkiliş zamanı səs yazma bu cür yazılır və video yaxınlaşması cəmi 10 dəfədir. OIS olmadığı üçün və EIS olmadığı üçün çəkiliş zamanı əsmələr var. Honor 400 Lite haqqında bu qədər. Qiyməti tarixə görə qeyd etmişəm. Növbəti videolarda görüşənədək.